Bu faktlar uzun müddət Azərbaycan xalqından gizlədilsə də, sonradan ortaya çıxacaqdı. O zaman bunu açıqlıq deməliyəm. İran topçuları hətta müdaxilə elədilər. Onların müdaxiləsi olmasaydı o 400 min insanın bəlkə biri sağ qalmayacaqdı. Arazin üzərindən humanitar körpü açdılar. Uzun müddətdən sonra Horadizin sepah qüvvələrinin əli ilə azad edilməsi artıq böyük qüvvələri də narahat etməyə başlayırdı. Nəhayət ki, bu narahatçılıq bir yerdə partladı və Heydər Əliyev məmurlara diş qıcamağa başladı. O, İranın saldığı qaçqın düşərgələrindən birinə səfəri zamanı qaçqınların heç bir dövlət məmurlarını tanımadığı halda İranlı xeyriyyəçi və nümayəndələri tanımasını həzm edə bilməyərək sərt tənqid etdi. Və ayıbınıza gəlmir, utanmırsınız. Yoldaş Əliyev. Əşi, utanmırsın, nə yoldaş Əliyev? Mən sizə işitmək istəmirəm. İnsafınız yox, namusunuz yox, qeyrətiniz yox. Füzuli necə hakim görməmişik, Cəbrayıl necə hakim görməmişik. Utanmırsınız, ayıbınıza gəlmir. Əşi, ayıbına gəlmirsən, utanmırsan. Nə məsələdir bir daha biz üstə? Əşi, nə məsələ? Nə lazım hamısı olunur? Nə məsələ bunlar sənin üzün görmürlər? Niyə bu kişinin adını hamı çəkir, sənin üzün görmürlər? Səni bura nə təyin eləmişəm mən? Ayıb olsun sənə. Utanmazlar. Əliyev çox maraqlı bir oyun oynayırdı və bəzən iplər öz əlindən